Salam dəyərli izləyicilərim, kanalıma xoş gəldiniz. Bugün mən makaron spagetti hazırlayacağım. Bunun üçün yarım paçka makaron götürmüşəm. Yarım ədəd toyuğun sinə ətindən istifadə edəcəm. 1 ədəd soğanımız var. 2-3 qaşıq duru yağ, 1 dolu xörək qaşığı əridilmiş kərə yağ götürmüşəm. 1 xörək qaşığı palçıq turşu, 1 xörək qaşığı tomat və zövqə görə duz istiyordan istifadə edəcəm. Əvvəlcə soğanımızı sürkəcdən keçirək. Soğanımızı sürkəcdən keçirdik. İndi isə soğanımızı ətin üzərinə əlavə edirəm. Sonra bura duz və istiyorda əlavə edib yaxşıca qarışdırırıq. Tavanı qazın üzərinə qoydum. Bura 1-2 qaşıq duru yağ əlavə edirəm. 1 qaşıq əridilmiş kərə yağını əlavə edirəm. İndi isə əti bura əlavə edirəm. Biraz qarışdırdıktan sonra qapağını örtürük və vanxodda bişməyə qoyuruq. Digər qazanımızda su qoymuşam qaynasın. Üzərinə 1-2 qaşıq duru yağ və duz əlavə edirəm. İndi isə spagettiləri bura daxil edirəm. Ətimizi qarışdıraq. İndi isə bura tomatı və palçıq turşunu əlavə edirəm. Qazanın qapağını örtüb amma ateşdə bişməyə qoyuruq təkrar. Gördüyünüz kimi spagettilər qaynayıb, lakin hazır deyil. Hazır olanda süzəcəm. Artıq parlitkamız hazırdır. Bəzən qeyd edeyim ki, əvvəlki videolarımda mən spagetti paylaşmışdım, lakin parlitkanın üzəri üçün istifadə eləmişdim. İndi isə üstə tökəcəm. Bu yanda isə spagettilərimiz hazırdır. Bir də onu süzək. İndi isə spagettiləri parlitkanın üzərində tökürük. Yaxşıca qarışdırdıqdan sonra sürəyə təqdim edəcəm. Bəzilərim, əgər bura kimi videomu izləyib abunə deyilsinizsə, abunə olun. Bəyənib rəy söyləməyi unutmayın. Spagettini bu cür servis etdim, qatıqla, kim necə istəsə, turşu ilə, göyərti ilə bu cür qatıqla yeyə bilər. Üzərinə isə zövqə görə çeşnişlə bəzəyirəm. Sinirlərdən, yəni bunu etməyə bilərsiniz. Əzizlərim, kanalıma abunə olun, bəyənib rəy söyləməyi unutmayın. Rəy bölməsinə ürünü qoysanız çox sevinərəm. Düz haqqınızı halal eləyin, siz də bişirin, nuş edin. Gələn videolarımız görüşənədək hələlik.